Wi-Fi-in parolunu necə dəyişə bilərik? Bunun üçün Wi-Fi modemimizin arxasını çeviririk. Arxasında IP adresi var. Bu gördüyünüz IP adresini Google-a olduğu kimi yazıb axtarışa veririk. Axtarışa verdikdən sonra belə bir sayt çıxır. Bunun üstündən klikləyirik. Buradan yenə aşağı düşüb bu giriş sözünün üstündən klikləyirik. Burada həmin yazıların altında login parolumuz olur. Yəni username və altda password parolumuz olur. Yuxarı bunu rot yazırıq. Siz elə yazılıb. Aşağıda da parolunuz yazılıb. Parolu yazdıktan sonra daxil ol veririk. Daxil ol verdikdən sonra saytda sistemə daxil olur. Buradan qabaqcıl sözü var aşağıda ayarlar. Bunun üstündən klikləyirik. Burada VLAN sözü var, Wi-Fi. Bunun üstündən klikləyib 2.4 əsas şəbəkə. Bunun üstündən klikləyirik. Burada bizim Wi-Fi-imizin adı və burada gördüyünüz kimi VLAN UK pasnəmdəsə bax etdim. Bunun üstünə basırıq. Bu Wi-Fi-imizin kodudur. Bunu bu qaydada silirik. Sildikdən sonra özümüzdən 8 rəqəmli kodu təyin edirik. Misal üçün ağlımıza gələn belə bir, misal üçün birlərdir. Kodu təyin edirik və növbəti deyirik. Buradan apply veririk və artıq Wi-Fi-imizin parolu dəyişmiş oldu. Gördüyünüz kimi yuxarıda Wi-Fi etdi. Bu qədər sadə. Ola bilər sizdə də girəndə cüzi fərq ola bilər, amma seruna hər üzünə eyni şeydir. Bu qədər sadə dostlar. Videom faydalı olsa bəyənməyi və takip etməyi unutmayın dostlar. Sağ olun, sağ olun. Növbəti videoda görüşərik.